Herkese salam. Bugün sizinle birlikte 2011-ci ilin blok imtahanına düşmüş suala baxacağıq. Burada bizə belə bir tənlik verilib. Deyir tənliyin kökləri cəmini tapın. Bu suala diqqət edin. Çox asan görsənir. Amma elə asandır. Sadəcə bunun bir dənə çaşdırıcı məqamı var. Birinci şəkildə biz əsaslarımızı bərabərləşdiririk. Yəni baxırıq ki 0,25 1 bölünsün 4 şəklində yazılır. Bu da həmçinin 4 üstündə -1-dir. Və əsaslarımı bərabərləşdirib yazıram. X kvadrat çıxılsın 5x plus 6 çıxılsın 4 üzərində -1 bu ifadəyə vurulur. İşarələr əksinə dəyişir. Alırıq bu ifadəni bərabərdir 0-a. Biz burada hər iki qüvvəti bərabərləşdirməliyik və gəlin hər iki qüvvətimizi də 0-a bərabərləşdirək ki, bizə asan olsun. Siz deyə bilərsiniz ki, niyə görə 0-a bərabərləşdirdim? Başqa da bərabərləşdirə bilərəm. Bəli, edə bilərsiniz. Amma bərabər olmalıdır. Hər ikisinin də qiyməti bərabər olmalıdır. Çünki eyni ədəddən eyni ədədə çıxım ki, mənə 0 versin. Aha, burada baxıram köklərimin cəmi 5-dir. Burada baxıram köklərimin cəmi yenə 5-dir. Çox adam gəlir buradan, deyir ikisində də 5-dir. 5-i götürür və salam. Sualda da səhv. Bu səhv eləməmək üçün diqqətlə qulaq asın. Mənim burada 2 dənə qüvvətim var. Mən nə bilim ki, elə ola bilər ki, bəlkə ikisinin kökləri fərqlidir. Nə olsun burada eynidir. Bunun da kökləri var, özünə məxsus. Bunun da kökləri var. Burada 5 almışam cəmini, burada da 5. Obşi ümumilikdə 5 üstə gəlsin 5 bərabərdir 10. Cavabımız 10'dur. Diqqət edin.